və mütləq mənada da yuxunun qaçmasını istəmirsənsə, normal olmasını istəyirsənsə, axşam 8-dən sonra telefondan uzaq olacaqsın. Heç də bacarmasan, ən azı yatmamışdan 1 saat qabaq telefondan uzaq olmasan, həmin telefondan aldığın müxtəlif dalğalar şüa vasitəsilə sənin yuxunu pozacaq. Çünki orqanizmdə o yuxunun dərinləşdirən və xoşbəxtlik hormonu verən melatonin hormonunun əmələ gəlməsinin qarşısı alınacaq. Görürsən, adamlar deyir, doktor, bilmirəm niyə mən saat 2-yə yatamıram, 2-dən sonra, 3-dən sonra dərin yatıram. Deyirəm, telefondandır. Sən telefonu uzaq elə, 8-dən sonra götürmür, gör necə yatacaqsan. Və yatmamışdın da əvvəl təbii ki, bir doyunca sürətli yeriş yeri. Tərlə və gəl duş qəbul elə, yat. Yuxudan gözün açılmayacaq. Ona görə də çox təəssüflər olsun ki, bugün insanlar telefon vasitəsilə yatmağa üstünlük verirlər. O da dediyim kimi olduqca zərərlidir. Çünki o insanın normalda yatanda dediyim kimi xoşbəxtlik hormonu, melatonin hormonu ifraz olunur, yuxusu dərin olur, səhər özünü demir ki, bəziləri kimi demir ki, yuxudan durmuşam, doktor təzəcə, yenə də halsızam, elə bil yatmamışam. Bu, dərin yatmayandadır, vaxtında yatmayandadır. Ona görə də vaxtında yatmaq lazımdır ki, dərin yuxu yatasan və onun üçün də baxdığın gecə filmlər, seriallar, yəni ondan sonra hər hansı xəbər, informasiya,